Qobustan rayon mərkəzi xəstəxanasının əməkdaşı həyatını itirib. Doğru xəbər Azərbaycan Qafqaz İnfo istinadən bildirir ki, xəstəxananın poliklinika şöbəsinin əməkdaşı, tibb bacısı Samilə İmanova 39 yaşında dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən vəfat etdiyi açıqlanıb. Allah rəhmət eləsin. Gəncədə isə 27 yaşlı şəxs hündürlükdən yıxılaraq ölüb. Doğru xəbər Azərbaycan Qafqaz İnfo istinadən bildirir ki, hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan birində qeydə alınıb. Belə ki, orada işləyən 27 yaşlı İlqar Hüseynov tikilidən yıxılaraq dünyasını dəyişib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir. Əlavə məlumatlar veriləcək.